mikroskopdur. Ondan nə üçün istifadə edirlər? Ən kiçik olan nədir? Məni yalnız mikroskop altında görmək mümkün olsa da, yer kürəsində hər şey mənim kimilərdən təşkil olunub. Mən kiməm? Atom. Nəinki planetimizin, hətta kainatın özü də atomlardan təşkil olunub. İlk dəfə qədim Yunan alimlərinin aşkar etdiyi bu kiçik hissəcikləri onlar atom adlandırdılar. Yunan dilindən tərcümədə atomos bölünməyən deməkdir. Bəzən eyni tipli atomlar birlikdə toplanaraq maddəni əmələ gətirir. Maddə nədir? Maddə cismin tərkibidir. Cisim hər hansı bir formaya malik olan maddədir. Məsələn, daş cisimdir. Onun tərkibi maddədir. Çiçək, onun tərkibi, cisim nədən təşkil olunubsa, o maddədir. Maraqlıdır, insan hansı maddələrdən təşkil olunub? Əsasən sudan. Su maddədir. Əgər su maddədirsə, onda niyə biz insanlar su kimi axmırıq? Su damlası cisimdir. Amma damlanın tərkibi maddələrdən ibarətdir. O, molekullardan təşkil olunub. Molekul nədir? Molekullar kiçik şarları xatırladır. Hər molekul külli miqdarda atomlardan təşkil olunub. Məsələn, su molekulu hidrogen və oksigen atomlarından təşkil olunub. Hidrogen və oksigen qaz halında olmasına baxmayaraq, onlar bir-biri ilə görüşüb qarışanda möcüzə baş verir. Mayeyə çevrilirlər. Su necə buxarlanır? Hidrogen və oksigen atomlarından ibarət olan molekullarda temperaturun təsirindən buxarlanma baş verir. Hidrogen və oksigen atomları bir-birinin ardınca havaya qalxır. Axı onlar, bəli, qaz halındadırlar. Yenidən havada görüşən atomlar birləşir və su molekullarına çevrilir. Beləcə sonsuz şəkildə davam edir. Lakin elə atomlar var ki, onlar ağırdırlar. Eyni qrup atomlar birlikdə yığılaraq daha bərk maddələri əmələ gətirir. Məsələn, dəmir. Dəmirdən düzəldilən mismar nədir? Cisim. Bəs bu cisim hansı maddədən təşkil olunub? Dəmirdən. Canlı orqanizmlər cansızlardan daha mürəkkəb quruluşa malikdirlər. Canlılarda minlərlə müxtəlif atomlar, molekullar birləşir. Əsas məsələ odur ki, bütün atomlar karbon atomu ilə birləşmə əmələ gətirir. Karbonsuz canlı orqanizm olmur. Metal, qaz, maye əmələ gətirən atomlar çoxdur. Amma karbon atomu digərləri ilə birləşəndə canlı həyat yaranır. Bitkilərin, heyvanların, bakteriyaların canlı həyatı. Deməli, insan nədən təşkil olunub? Onun molekulları hansı atomların yığımıdır? Hidrogen, oksigen və karbon elementləri canlı həyatın olmasını təmin edir. Elementlər elə həmin atomlardır. Atomlar birləşib nəyi əmələ gətirir? Gəlin baxaq, binalar necə tikilir? Kərpiç hazırlanarkən gildən istifadə olunur. Əvvəlcə qəlib götürülür. Gillə doldurulur. Gil müxtəlif elementlərin toplusudur. Elementlər elə həmin atomlardır. Sizcə kərpicdə karbon atomu var? Əgər karbon atomu olsaydı nə baş verərdi? Kərpic canlanardı. Karbon atomları gilin tərkibində yoxdur. Hidrogen və oksigen atomları uzun müddətə gildə qalmır. Nə qədər ki, bu yüngül qazlar gilin tərkibində qalır, gil nəm olur. Qazlar gili tərk edəndə gil quruyur, hələ üstəlik kərpicləri isti sobalarda bişirəndə onun tərkibində qalan hidrogen və oksigen atomları oddan qorxan kimi qorxurlar. Ağır elementlər isə heç yerə qaça bilmir. İstidən bir-birinə yapışır və bişir. Kərpiclərdən binalar tikildiyi kimi, canlı orqanizmlərdə belə canlı kərpiclərdən, hüceyrələrdən qurulur. Bu, bitki hüceyrəsidir. Onun qılafı var. Qılaf hüceyrəyə forma verir.
Formanın içi sitoplazma ilə doludur. Yarımaya halda olan sitoplazmada müxtəlif hissəciklər, orqanoidlər üzür. Onlar hüceyrəni qidalandıran qidalandırıcı maddələrdən təşkil olunub. Hər bir hüceyrənin nüvəsi var. Atomlar molekulları, molekullar maddələri əmələ gətirir. Sitoplazma nüvəni və orqanoidləri zədələnmədən qoruyur. O, qılafla əhatə olunub. Qılafda sitoplazmanın axmasının qarşısını alır. Qılafda mikroskopik məsamələr var. Yarımmaya halında sitoplazma o məsamələrdən axa bilmir. Amma su və onda həll olmuş mineral maddələr məsamələrdən keçə bilir. Hüceyrələr qidalanır, böyüyür. Onlar hansı ölçüyə qədər böyüyə bilir? Hüceyrə böyüyür, müəyyən ölçüyə çataraq bölünür. Bir ana hüceyrədən 2 qız hüceyrə əmələ gəlir. Bölünməyə nüvədən başlanılır. Hüceyrə bölünürsə nə baş verir? Sayı artır, bitki böyüyür, boy atır. Quş yumurtası hüceyrəni xatırladır. Onun qabığında da bizim görə bilmədiyimiz məsamələr var. Yumurta sarısı ağın içində sərbəst hərəkət edə bilir. Məsamələrin köməyi ilə yumurta nəfəs alır. Ona su lazım deyil. Bütün qidalı maddələr yumurtanın ağında olur. Onlar bəs edir ki, quş yumurtası cücəyə çevrilsin. Əgər qabıqda məsamələr olmasaydı, hüceyrələr bölünəndə hər cavan hüceyrə yaşlı hüceyrənin əlamətlərini saxlayır. Əgər nüvəyə diqqətlə baxsaq, onda xırda-xırda xromosomların olduğunu görərik. Bu xromosomlar bütün məlumatları özündə saxlayır. Bu kiçik cisimciklər nüvə bölünəndə bərabər sayda paylanır. Onlar hüceyrənin bütün tarixini, xarakterini və xüsusiyyətlərini yadda saxlayır. Onlar sanki hüceyrənin beynidir. Hər yeni hüceyrə özündən əvvəlkisinin eynisidir, təkrarıdır. Ayrı-ayrı canlıların xromosomları bir-birindən fərqlənir. Həm əlamətlərinə, həm də sayına görə. Müəyyən qrup hüceyrələr birləşib toxumaları əmələ gətirir. Amma bu haqda növbəti dərsimizdə.